Hamıya salam dostlar. Bugün sizlərlə burası təzədən güncəllənmə var. Dostlar, təzə güncəlləməmiz nano nudulları haqqındadır. Yəni nano nudulları gəlibdi oyuna. Dostlar, burada bir mega kutu var idi. Onu açmışam. Onun da kaydını axıra qoyacağam. Dostlar, burada təzə kostyumlarımız, təzə pinlərimiz var. Dostlar, indi bu berry pinini alacağam. Təzə görevlərimiz gəlibdi. Buradakı mega görevlərimiz dəyişibdi. Bir hissəsi məsələn nano nudullar gəlibdi. Bəzi kutuların yerinə bir dənə kaos kutusu qalıbdı. Kutularda sadəcə deyirəm. Yəni elmas və mücəvhərlər qalıbdı yerində. Burada yeni Brofes kostyumlarımız var. Hərəsi bir açardı çünki təzə öz Brofesinin deyə bir açardı. Burada Miko'nun kostümləri var. 3 şəkildədir. 3 növü var. Burada da Jeonk'un kostümləri var. 3 növü var yenə bunun da. Burada mənim ən sevdiyim kostüm növü çevirəmədim. Hə, budur. Hə dostlar, burada da nanodullar var. Taşdım çıxdım. Hə. Dostlar, gördüğünüz kimi buradan Nana'nın o günlük açılan kimi ya da xüsusi təklif kimi gəlir, alırdıq, ucuz şeylər gəlir. Məsələn, şeytan stirlərində, mələk stirlərində, sushi rulolarında görmüşük. Burada məsələn birin pini var, onu alamırıq. Çünki elmas istəyir, alamayacağım. Burada Tikin, Taranın və Şelinin kostümü var. İndi məndə Tara ilə Şelin kostümü var, çünki bu kaydı əvvəlcədən almışam. Yəni burası güncəmə yəni bir neçə gün olubdu artıq. Hətta bir həftə də ola bəlkə. Açarımı bir də buradan güc puanımı da alım. Dostlar, burada yeni bir görevimiz gəlibdi. Təzə gələn oyun modunun görəvidir. Dostlar, günlüklərdə də 2 dənə nano nudulumuz var. İndi birazdan mən də oyunlarına girib göstərəcəm. Yəni bir oyuna girib göstərəcəm. Dostlar, oyundan girəmirik. Çünki oyunda xəta olur. Oyuna güncəmə təzə gəldi. Oyuna girmək çətindir, xəta olur oyunda. Və axırda oyunu udduq. Yenə işib qaldıq burada. İndi oyundan çıxıb təzədən girməliyəm. Və dostlar, oyundan çıxdım, girdim. Burada random açıram, amma bunun deyəsən bir taktik var. Onu da paylaşacağım videosu. Və içindən əsən çıxmadı. Və Brofes'ə bir neçə qədim atladıq. Mega kutu. Hadi. Kredi. Yes, kredi çıxdı. 500 kredi. 500 kredi yaxşı oldu. Çünki şöhrətdə ikinci kademaya az qalmışam. Və burada şopa indi tez 2 dənə nano drop gəldi. Və yenə bug'lara görə bu açılmır. Və açıldı. Və 5 yazdı. Dostlar, bu səs kaydını sonradan alıram. Ona görə bəzi yerlərdə sürüşmə ola bilər. Bunu da videonun ortasında deyirəm. Dostlar, burada təzə Brofes görünür bir tərəfdə nanometr görünür. 120'den atanda birine kostümü verir. 150 atanda bütün kostümleri alırıq. Garanti şəkildə yəni. 150 atmadan ola bilərik. 120 atanda da ala bilərsən. Sadəcə garanti olaraq 150 Dostlar, videomuz bu kadar olsun. İndi mega
kutu kaydına getirik. Mega kutunun ultra kutu kaydında. Neyse dostlar, videomuz bu kadar olsun. Gelecek videolarda görüşürüz. Sağ olun.